Bakın İlham Əliyevin hektarlarla Əfqanistanda 100 hektarlarla narkotik plantasiyalarından danışacağım sizə. Heç bir yerdə ifrəc etməyən sirləri açacağım sizə. İlham Əliyev Əfqanistanda 200 hektar ərazi alıb və orada narkotik maddələr əkilir, becərilir. Hər il həmin əraziyə 150 milyon dollar pul İlham Əliyev qara kasasından yatırım edir. Toxum, moxum, əkmək, biçmək, belə şeyə. Və il ərzində həmin narkotik satışından İlham Əliyev 2 milyard dollardan çox gəlir əldə edir İlham Əliyev. Nə qəşəng alıverdi? 150 milyon qoy toxumunu al, gör neçə dəfə 2 milyard dollardan da çox gəlir əldə elə. Əfqanistandan gələn narkotiklərin 70% Azərbaycan üzərindən, Azərbaycan ərazisi ilə qalan hissəsi isə İran vasitəsi, İran-Türkiyə vasitəsi ərazisi ilə keçməklə Rusiyaya və Avropaya daşınır. Baxın, dünyanın narkotik ölkəsi haradır? Əfqanistan. Dünyanın demək olar ki, narkotikin yarıdan çoxu harada istehsal olur? Əfqanistanda. Mən deyərdim, 70-80% Əfqanistanda becərilir. Fikir verin, o narkotikin də 70% Azərbaycan torpaqları üzərindən, Azərbaycan üzərindən Rusiyaya və Avropaya keçilir. Yadınızdadır, neçə tonlarla narkotikimiz yollarda tutulubdur. İstər Rusiya gedən dənizdən, istər Kürdistan ərazisində, yadınızdadır da, istər Rusiya keçən, yadınızdadır da, bir dəfə də orada tutular. Deməli, dəyərli vətənlərim, Tural Abbasyan narkotik barədə görək nə danışır? Statistikaya görə səhv eləmirəmsə, dünyada gerayin istehsalının 80% Əfqanistanda istehsal olunur. Və istehsal olunan gerayinin də 70-80% Azərbaycan üzərindən keçir. Ya bu mənim uydurduğum bir şey deyil. Beynəlxalq hesabatlar var. İran, İrandan Azərbaycan, Gürcistan, Türkiyə və Avropa. Fikir verin dəyərli vətənlərim. Tural Abbaslı da narkotik birbaşa 80% Əfqanistandadır. İstehsal olunur gerayin və onun da 70-80% Azərbaycan üzərindən gedir. İlham Əliyevin icazəsi olmadan bu ola bilərmi? İlham Əliyevin icazəsi olmadan bir dənə qoyun, narkotik qoyun, bir dənə qoyun keçirmək mümkündürmü sərhəddən? 5 kilo, 3 kilo ət keçirmək mümkündürmü sərhəddən? İlham Əliyevin icazəsi olmadan, onun məmurlarının icazəsi olmadan. Hər yerdə kamera var, özdə nəinki kameralar təkcə gömrüyün olar. Kəşfiyyatın ayrı kamerası, polisin ayrı kamerası, DSİX-nın ayrı kamerası, gömrüyün ayrı kamerası. Hələ o nazirliklər var, iqtisadi nazirliyi, kənd təsərrüfatı, müəyyən şeylər də var, onların da hər nələrsə var. İndi bu boyda qurumların kameralarının altından keçən, rengendən keçən, o rengenində də hər orqanın öz kamerası, rengenə baxış bucağı var. Buradan İlham Əliyevin icazəsi olmadan nəsə keçərmi? Mən deyəndə İlham Əliyev dünyanın bariqasıdır. Mən deyəndə İlham Əliyev dünyanın bariqasıdır, inanmırsınız, dostlar. Bunu xüsusilə qeyd edirəm ki, insanlar bütün narkotik xəbərlərinə diqqət etsinlər. DSİX və gömrük heç vaxt heroin və kokaini tutmur. Heç vaxt tutmur. Ancaq marihuana tutur gömrük və ya DSİX və ya DTX. Çünki marihuana otdur. O Azərbaycanda da becərilə bilir o marihuana. İlham Əliyevə marihuana lazım deyil. İlham Əliyevinki heroin və kokaindir. Çəkisi 200 kilogram, dəyəri 60 milyon dollar olan heroin maddə Azərbaycanın 2 sərhəddindən keçərək Gürcistana daxil olanda Gürcü sərhədçiləri tərəfindən tutuldu. Amma bununla bağlı DSİX və gömrükdə heç kim cəzalanmadı. 200 qram neysə gizlin keçirmək mümkün deyilsə, 200 kilogram heroini kim keçirdi 2 sərhəddən, İrandan və İran sərhədindən və Gürcistan sərhədindən? Kim keçirdi? Necə keçirdi? Çünki İlham Əliyevin malıdır. Və arvad hər gün gəlir nəvələrin 10 kilometr piyada, 20 kilometr aparır məktəbə gətirir. 10 kilometr piyada aparır. Maşın yoxdur ki, bu uşaqları aparsın məktəbə gətirsin. Şəxsi maşınlardan 25 manat deyir, ver, aparat gətirər. Bax, belədir bu. Uzun Təpə kəndi. Kəndin tarixi. Belə maraqlısı olur ki, insanlar dərdində danışmağa qorxurlar. Görürsünüz, Uzun Təpədə 10 kilometrə uşağını aparıb gətirir. Millət batıb, millət zibil eşib yemək yiyir. Zibildən yemək axtarır Azərbaycan xalqının böyük bir hissəsi. Azərbaycanlığın reallığı budur. Pensionerlər zibillikdə eşələnirlər. Xarici dövlətdə bütün pensionerlər dünyanı gəzirlər. Bu da Azərbaycan. Neft-qaz ölkəsində insanlar batıb gedir. Belə videoları çəkin. Dünyaya rezil eləyək bu İlham Əliyevi.